Hadisə gecə hardasa saat 3 radələrində olub. Telefonlar da evdə elə hamısı yanıb. Elə görmüşük, halo göyə dirənir. Gəlmişik, haya görmüşük ki, bizim bacımız oğladı. Bir faciə, dəhşətli bir faciə. 3 uşaq idi, uşağın biri nənəsi girdi. Həşimxanın qonşu şirkətdə 4 nəfər faciəvi şəkildə dünyasını dəyişir. Ehtimal, vallahi bizim də bilmirik ki, nədən yanıb, nə tər olub. Hələ bir məlumatımız yoxdur ki, neydən olub? Babam çıxdı çölə, dedi ki, qonşunun evi yanır, gəldim. Gəldik, gördük, həqiqətən yanır. Anası ilə qardaşı çıxmışdıyız, düşmüşdü, pəncərə tullanmışlardı, elə bir şey. Yəni, əlimizdən bir şey gəlmədi. Qeyd edək ki, Sabirabadın Muğan Gəncəli kəndində ümumi sahəsi 240 kvadrat metr olan 2 mərtəbəli fərdi yaşayış evi yanıb. Hadisə zamanı 36 yaşlı Tural İmanov, onun həyat yoldaşı 23 yaşlı Safalı İmanova və övladları 5 yaşlı Osman bəy İmansoy və 1 yaşlı Esma İmansoy ölüb. Tural İmanovun anası 69 yaşlı Bahar İmanova və qardaşı 42 yaşlı Ruslan İmanov isə yanğından xilas ola bilib. Məlumata görə onlar Bakıda yaşayır və həmin gün kəndə qonaq gəliblərmiş. Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub ki, hadisə yerinə cəlb olunan Nazirliyin yanğından mühafizə qüvvələri evdə 4 nəfərin meyidini aşkar ediblər. Bildirilib ki, yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.